Füzuli Rüstəmov 1978-ci ildə Tərtərin Süsənli kəndində anadan olmuşdu. Uşaqkən ailəsi ilə birlikdə Xocalıya köçmüşdü. Elə uşaq vaxtından Xocalıya bağlı olan Füzuli bütün varlığını, həyatını, gəncliyini Xocalıda keçirtmişdi. Xocalının hər bir daşını, hər bir ağacını ruhu ilə hiss eləyirdi Füzuli. Çox vətənpərvər, mərd, cəsur, qorxmaz bir gənc kimi böyüyürdü. O heç düşünməzdi ki, bir gün çiçəklərin qoxusu, ağacların ətri, bulaqların şırıltısı, barıt qoxusuyla və atəş səsləri ilə əvəz olunacaq. Qardaş dediyimiz, tarix boyu torpaqlarımızda sığınacaq verdiyimiz ermənilər bizə düşmən kəsiləcək və Xocalıya, Qarabağımıza göz dikəcək. Heç kəsin ağlına belə gəlməzdi ki, sevgi dolu, kövrək qəlbli insan düşmənə qarşı belə nifrətlə, amansızcasına mübarizəyə qalxacaq. Düşmənin hər bir hiləsini cavabsız qoymayan Füzuli, qəhrəmanlıq göstərərək yüzlərlə Xocalı sakinlərinin ümid yerinə çevriləcək və onları ölümün pəncəsindən qurtarıb, onlara həyat verib, Xocalıların gözündə and yerinə qəhrəmanlıq zirvəsinə ucalacaq. Salam, çox dəyərli toplantı iştirakçıları, əziz ziyalılarımız, dəyərli Xocalılarımız, dəyərli şəhid ailələrimiz. İlk öncə bu torpaqların uğrunda canından keçən, bu torpaqları bizlərə alıb bəxş eləyən şəhidlərimizin müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad edək və ardınca Azərbaycan dövlət himnini dinləyək.
elə bir torpağa qədəm qoymuşuq ki, hər torpağında, hər daşında, hər divarında, hər ağacında bir inilti var. Bugün üzümüz elə bir dağa baxır ki, o dağlardan bizə sanki qan axır. Bugün biz Xocalı torpağındayıq. Xocalı torpağında mindən çox insan şəhid oldu. Mindən çox insan əsir götürüldü. Mindən çox minlərlə insan qəhrəmanlıq göstərdi və qəhrəmancasına bu torpaqlarda öz canı bahasına, qanı bahasına bu torpaqdan getməyərək öz canını bu torpağa fəda etdi. Bugün biz bu qəhrəman oğullarımızdan birindən söhbət edəcəyik. Bugün biz Füzuli Rüstəmovun Xocalıların dilindən desək, Zaminin işığına, ocağına yığışmışıq. Bugün Zaminin hansı ocağına yığışmışıq? İçində toy etmək istəyib, amma toy edə bilmədiyi, içində oğul uşaq böyüdüb ərsiyə gətirmək istəyib, amma ərsiyə gətirə bilmədiyi, hansı ki tikdiyi o ömrü kimi yarımçıq qalan evin önündəyik. Hər birinizə təşəkkür edirəm ki, bugün bu ocağa qədəm qoymuşsunuz. Bugün bura gələn insanların düşünürəm ki, hamısı bilir ki, Zamin necə qəhrəman bir oğul olub. Zamin 25 dekabr 1965-ci il Hüsənli kəndində, Tərtər rayonunun Hüsənli kəndində anadan olmuşdu. Amma tali elə gətirdi ki, Zaminin anası vaxtsız dünyasını dəyişdi və Zamin və onun bir bacısını ana valideynlərinə himayəyə verdilər və Zaminin o zamandan sonra Xocalı taliyi başladı və Zamini tanıyanlar bilir ki, o Xocalının uşaqlıqdan qəhrəman, qorxmaz igid oğlanlarından biri idi və o igidliyilə də elə ən son günə Xocalı 4 il mühasirədə qalanda o 4 il olan döyüşlərdə iştirak edə və sonu 1992-ci il 25-dən 26-sına keçən gecə Xocalı soyqırımı gecəsi və həmin günə qədər öz şücaətini göstərdi. Mən ilk öncə burada dəyərli ziyalılarımız, dəyərli qonaqlarımız var, Zaminin dostları var, yaxınları, doğmaları var. Amma ilk öncə istəyərdim ki, Xocalımızın ağsaqqalı, dəyərli ziyalısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, çox hörmətli Yusuf Savalanı bura dəvət edeyim və bir Xocalı ağsaqqalı kimi, Xocalı ziyalısı kimi öz şəhidimizlə olan xatirələrini bölüşdü. Bu gün çox ağırdı söz demək və bir tərəfdən də fərəhlidir ki, belə bir imkana malik olmuşuq, sahib olmuşuq və belə imkanları yaradan şəhidlərimizə Allah rəhmət eləsin. Onların içində də qəhrəman Füzuli Rüstəmova. Füzuli həqiqətən gənclikdə, uşaqlıqda çox görməz oğlana oxşuyurdu. Bu Qarabağ hadisələri başlayanda da o çox gənc idi. Lakin bu hadisələrin qarşısını almaq üçün fəaliyyətə başladı. Eyni zamanda onun kimi gənclər də və söz demək çox çətindir mənim üçün. Bu Füzuli bax bu həyətdə böyüyüb, buralarda boya başa çatır və eyni zamanda bizə də tez-tez gələrdi. Onun babasıyla atamın dayısıydı və atamla da söhbətdə ellərdi, bizimlə də söhbətdə ellərdi və onu çox istəyirdik, hamı çox istəyirdi Xocalıda. O Xocalıda ermənilərin hərəkətlərinə qarşı bəzən təkbətək yolda çıxıb onların cavabını verirdi. Bəzən sonralar gedirdi Ağdamdan müəyyən gizli yollarla əsgəranı keçib, meşələrlə gedib, oradan bəzən silahlar gətirərdi, atın üstündə, atla gedirdi, bəzən piyada və
Ben unuttum ki diyeyim, burada insanlar sağ olsunlar gelipler. Şuşadan, Xankəndindən, Xocalıdan, Bakıdan, Gəncədən, Ağdamdan və digər yerlərdən gəliblər və onların da çoxu onun nənəsinin, babasının, ailəsini tanıyırdı. Füzuli çox qəhrəman, yorulmaz, dönməz, qorxmaz bir igid idi. Eyni zamanda o Xocalıların ən çox xilas edənlərdən elə birincisi idi. Ümumiyyətlə Azərbaycanda belə bir qəhrəmanlar çox olsa da, Füzuli kimi çox insan xilas edən adam az olub. Füzuli hətta 2 dəfə gəlib dəstələri, insan dəstələrini, silahsız insanları, qadınları, uşaqları, körpələri keçirdib gizli yolla Ağdama gətirib qayıdırdı. 3-cü dəfə də artıq çox gec idi. Hər şey mən Ağdama gələndə gördüm ki, çoxlu şəhidlər gəlir, meyitlər gəlir, itkinlər var idi, yaralılar gəlir. Amma 3-cü dəfə qaydanda ona bacısı da dedi ki, o da bacısı da gənc idi, özü də dedi, daha yollar bağlıdır, sən getmə bu dəfə. Dedim, problemim onlar da şəhərdə qalsın, mən qalım burada, Ağdamda. Qayıtdı və yolda da həlak oldu, çox qəhrəman adam idi, yüzlərlə adam xilas elədi o Xocalıdan. Artıq heç nə deyəməyəm. Mən burada bir-iki sözdən sonra yenə bir şeir demək istəyirəm. O şeiri mən hadisələr başlayanda yazdım və elə gənclərin dilindən və patriotların dilindən, xalqımızın oğullarının dilindən dedim ki, bu 88-də yazılmış şeirdir, 88-89-da. Verib Azərbaycanın çörəyini, yağını, qudurtdular yağını, o arxalı köpək isə çıxartdılar ağını, istədi qamarlasın ana Azərbaycanın doğma Qarabağını, qoruyaq yurdumuzun dərəsini, dağını, gözəl torpağını, qoy bilsin qarı düşmən, doğma torpağımıza hər kim pis niyyət ilə basarsa ayağını, kəsərik o andıra qalmış tay qulağını. İndi isə çıxışımın sonunda mən bir şey deyim ki, elə Xocalıdan çıxıb, vaxtsız həyatdan getmiş adamları da mən şəhid hesab edirəm. Onların çoxu dözmədi bu ayrılığa. Onlardan da beri bizdən qabaq şeiriyyatla məşğul olan, şeir yazan Allahyar Quluzadə. Biz elə ondan bəlkə öyrəndik şeir yazmağı. Yusuf Sağalan, eyni zamanda Ələmdar Quluzadə. Allahyarın bir şeirini mən Alman ədəbiyyatı, Azərbaycan ədəbiyyatı antologiyasına daxil eləmişəm və Allahyarın çox gözəl şeirləri var. Amma orada əsas bir sonuncu bənd məni tutdu və siyasi kitab olmasa da vətən haqqında şeirlər var. Amma o şeiri də bura saldım və o kupleti mən oxumaq istəyirəm. İndi Aynan xanım, Allahyarın qızı da bizim kimi Xocalı soyqırını tanıtma İctimai Birliyində çox fəal iştirak elədi. Mən də oranın üzvü kimi və Allahyarın da son şeirinin son kupletini, son bəndini mən oxumaq istəyirəm. Məskənidir şeirində çox gözəl şeylər ifadə edib, fikirlər. Axırda da deyib ki, zəli kimi nə çökmüsən, Qarabağın üstünə sən, qarı düşməm, o çölkəmən, Allahyarın məskənidir. Mən bunu Alman dilinə də çevirəndə dedim ki, Almanlar da oxusun, 2 dildədir kitab və görsünlər ki, Qarabağ Allahyar kimilərinin məskənidir. Allah onun da ruhunu şad eləsin. Bura yığılanlar, bütün ölənlərində deməli, bizim zaminimiz, sevimli zaminimiz, biz onu belə adlanır, belə deyirdi ona, Füzulimiz. Allah
Ona da rahmet eylesin. Bütün Xocalı şehitlerine, bütün Azerbaycan şehitlerine, bütün Azerbaycan elbir oldu nihayet. Ben bir yerde demiştim bir şeyimde, birleşmeyi bacarmasak, düşmanlardan bac almasak, Qarabağda qocalmasak, ölmək bizə haram olsun. Biz Qarabağda qocalacağıq, ölənlərə halal olsun, indiyə qədər, indən belə də ölənlərə də yəni halal olsun ki, biz artıq birləşməyi bacarmışıq, düşmanlardan da öc almışıq. Qarabağda da qocalmışıq, qocalacağıq inşallah. Bu qədər. Çox sağ olun Yusuf müəllim, təşəkkür edirəm o dəyərli fikirlərinizə görə. Çox sağ olun, minnətdaram. Allah razı olsun. Bugün elə bir yerdə dayanmışıq ki, həqiqətən burada hər kəs Xocalıdan olan insanlar hamısının ürəyi qan ağlayan insanlardır. O bəzən deyirlər ki, qardaşın necə insandır? Deyir, yol yoldaşlıq eləməmişəm. Bugün burada Zamiqin dostları da iştirak edir. Hansı ki, uşaqlıqdan bugünə Zamiqlə bu torpaqda, bu Xocalıda, bu eldə, bu obada Zamin, Füzuli Rüstəmov, qoy belə deyək, Azərbaycanın milli qəhrəmanıdır, onun bu cür adla təqdim eləyiblər. Füzuli Rüstəmovun gənclik dostları, uşaqlıq dostları iştirak edir. Mən çox istərdim ki, Nazim Hüseynov, onu da biz qəhrəmanlıqlarından bilirik. O da Xocalı üçün bugün bəlkə də deyərdim ki, sağ qalan o şahid yox. Xocalıda sağ qalan insanlar da şəhid sayılırlar və onlar dünyasında elə dəyişəndə şəhid kimi dəyişirlər və o sağ qalan şəhidlərimizdən biri də Nazim müəllimdir. Buyurun Nazim müəllim. Çox sağ olun. Gələn hər bir qonaqlarımızı salamlayıram. Allah qoçalarına, keçik yollarına qüvvət versin. Mənim üçün Zamin haqqında danışmaq çox çətindir. Həm yaşıd olmuşuq, həm sirdaş olmuşuq, yaxın dost olmuşuq. Onu itirməyinlə bugün də mən barışa bilmirəm. Çünki bu evin bünövrəsini qoyanda mən ona kömək vermişəm. Bu evi bir sevgi ilə, məhəbbətlə bünövrəsini tökdü. Amma biz hardan bilərdik ki, bir gün gələcək. Onun artıq özü burada olmayacaq. Onu düşünmək belə çətindir. Füzuli, mən deyərdim ki, Azərbaycan xalqının qeyrətli olanlarından biriydi. Vətənpərvər, millətçi evladı idi. O ruhən millətçi kimi doğulmuşdu. Qeyd etdiyiniz kimi Füzulinin həyat tərzi uşaqlıqdan heç bəxti getirməmişdi. Uşaq vaxtından atasının, anasını itirib, xalasının, babasının himayəsində böyümüşdü. Sanki bir həyat qurmaq, nə deyim, istədi ki, öz üçün ev tiksin, bina qursun, xeyir etsin. Amma çox əfsuslar olsun ki, 25-dən 26-sına keçən gecə eləcə də Zaminlə yanaşı bütün Xocalı cəmaatının o istək, düşüncələrin məhv etdi. Ruhu şad olsun, əziz qardaş, rahat uyuyun. Mən düşünürəm ki, Füzulinin ruhu buradadır. Amma bugün özü burada da olmasa, onun doğmaları buradadır. Ruhu şad olsun, məkanı cənnət olsun. Çox sağ olun, təşəkkür edirəm. Bəli, bugün nəinki Füzulinin, bugün Xocalıda şəhid olan bütün şəhidlərimizin ruhu o dağlardan bəlkə də bizi izləyir və hətta başımızın üzərindədir. Bugün nəinki Füzulinin bu torpaqları 23 sahada alıb bizə bəxş edən o oğulların ruhu buradadır. Çünki Xocalı soyqırımı heç bir soyqırıma, heç bir genosidə bənzəmir. Allah cəmi şəhidlərimizə nə qədər rəhmət desək də, onlar Allahın rəhmətindədir, onlar ölmürlər. Məqamları uca olsun. Çünki həmişə belə bir söz var, hər kəs öldüyü zaman
dəfn olunan zaman kəfənlənir. Yeganə şəhidlərdir ki, onların kəfəni, onların qanıdır. Onlar heç zaman qusul almır, öz qanları ilə dəfn olunurlar. Allah yenə də o şəhidlərimizin məqamlarını uca eləsin. Bugün bura çox insanlar gəlib. Bugün bura bir anamız var. O ananın hər kəs gəlib içəridə ona qarşısına gəlirdi və onun sanki elədiklərini bildirirdi. Mən çox istəyərdim ki, bugün bəlkə də hər kəsin Qarabağ elinin tanıdığı Şərqiyə anamız öz sözünü desin. Oturam. Xocalıdan danışmaq çoxdur. Nə qədər danışsan, qutaran deyil. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Onlar bizim bu torpağa şükür ki, qismət elədi. Onların əli ilə oldu. Allah hamısına rəhmət eləsin. Nə deyim? Elə bir qalan yaralılara da Allah şəfa versin. Şükür bugünkü gündə biz gəlib Xocalının torpağında yanacaq keçirir. Füzuli çox igid oğlanıdır. O yaylaqlara gələndə nəyə buyururdumsa o gedirdi, o buyruğu eləyirdi. Yenə Allah ona qəni rəhmət eləsin. Bugün bu tədbirin təşkilatçısı Xocalı Soyqırımı Tanıtma İctimai Birliyinin təşkilatçılığı elədi və mən çox istərdim ki, Xocalı Soyqırımı Tanıtma İctimai Birliyinin sədri, şəhid ailəsi, şəhid xanımı Ceyran Əzizova öz sözünü bildirsin. Değerli qonaqlarımız, əziz Xocalılarımız, bugün şəhid milli qəhrəmanımız Füzuli Rüstəmovun yubiley mərasiminə, onun anım gününə, onun işığına toplaşmışıq. Tədbirin təbii ki, əziyyətini çəkən onun yeganə bacısı Rüstəmova figurədir. Biz də təşkilatçılıqda ona dəstək olmuşuq. Bizim üçün bu ocağa toplaşmaq nə qədər fəxirdirsə, o qədər də əzablıdır. Hamımız içəri girdikcə gözlərimizin yaşıyla girmişik. Bu ev tikilərində onun nə atası olub, nə anası olub, yetimçiliyi ilə, baba nənə himayəsində özünə bir yuva qurub. Çox təəssüflər olsun ki, bugün burada onun övladları bizi qarşılamadı, onun ailəsi bizi qarşılamadı. Füzuli dünyadan övladsız, ailəsiz köçdü. Onu yad eləmək bizim vicdan borcumuzdur. Hamımız ona borçluyuq. Çünki öz şirin canını bizim azadlığımız uğrunda, bizim yaşamamız uğrunda fəda edildi. Füzulini mən çox yaxından tanıyırdım. Məndən bir yaş balacaydı, bir məktəbdə oxuyurdu. Füzuli qartal baxışdı, igid, cəld, çox məğrur bir oğul idi. Füzulinin erkən itirdiyi valideyni, ilk dəfə anasını itirib, o erməni sürücü tərəfindən öldürülmüşdü. Hansı ki, onu erməni şoförü vurub öldürmüşdü. Demək, ilk dəfə körpəliyindən erməni yarası alan Füzuli, sonra da özü mənfurların gülləsi ilə dünyasını dəyişdi. Ham onun etdiyi igidliklər, onun elədiyi Xocalı üçün elədiyi qəhrəmanlıqlar hamımıza o vaxt Xocalıda olan bir sakin kimi hamımıza məlumdur. Çörək olmurdu, dağların yolu ilə çörəyə gedirdi, silah dalınca gedirdi. Hansı tapşırıq olurdusa, Füzuli özü kəşfiyyatda olubdu, hansı tapşırıq olurdusa, bir deməli, igid oğul kimi onun öhdəsindən layiqincə gəlirdi. Bu hamımıza da məlumdur və inkar olunmaz bir qəhrəmanlıq etmiş bir övladımız idi. Fevral ayının 25-26'sına keçən gecə Füzulinin xilas etdiyi sakinlər onun etdiyi qəhrəmanlıqlara şahiddirlər. Biz Füzuli ilə fəxr eləyirik. Düzdür, könül istərdi ki, bugün burada onun övladları olsun. Heç olmasa yurdunda kimsə qalsın. Bu gələn qonaqları o qarşılasın. Çox təəssüf eləyirik, amma hamımız Füzuli ilə qürur duyuruq. Xocalı Füzuli ilə qürur duyur ki,
belə bir övladımız olub, belə bir qəhrəmanımız olub. Allah Füzulinin timsalında bütün şəhidlərimizə rəhmət eləsin. 44 günlük müharibədə əl-ələ, ürək-ürəyə kilitlənən xalqıma bax buradan Füzulinin ocağından öz salamımı yetirirəm, öz təşəkkürümü bildirirəm. Çünki həmin vaxtı müharibədə hamı əl-ələ verib torpaqlarımızın azadlığı uğrunda kimin əlindən nə gəlirsə hamı əsirgəmədi. Həm və 44 günün müharibədə də şəhid olan bütün o ki şəhidlərin analarının əllərindən öpürəm, valideynlərin qarşısında baş əyirəm. Ordumuz yaşasın və xalqımızı yaşatsın. Biz Ali Başkomandanımıza bax bugün bu ocaqda tədbirimizi keçdiyimizə görə, bu şansı bizə yaratdığına görə Ali Başkomandanımıza da təşəkkür edirik ki, biz öz torpağımıza qayıdıb, mənfur ermənilərdən xilas elədiyimiz ocaqlarımıza yaşayabiliriz. Bir daha Füzulinin ailəsinə başsağlığı diləyirəm, yeganə bacısıdır ki, hansı ki, bir də onun deməli zəhmətini çəkib böyüdən xalası var burada, Səkinə xanım. Başınız sağ olsun, başınızı dik tutun, siz Füzuli ilə qürur duyun, çünki biz Xocalılar, bütün Azərbaycan Füzuli kimi oğullarla qürur duyuruq. Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Şəhid ailəsi 2 ay erməni zindanında qalmış Vali Hüseynov da öz dəyərli fikirlərini bizlərlə bölüşsün. Hər vaxtınız xeyir. Bu günləri biz Füzuli Rüstəmovun, biz Zamin dediyimiz, Zamin adıyla çağırdığımız Füzuli Rüstəmovun anım günüdür. Yəni, bilirsiniz, qəhrəman adı almaq asandır. Amma qəhrəmanlıq hər adama qismət olmur ki, o ad onun üçün həqiqi qəhrəman olsun. Mən bunu deyəndə bəzən məni qınayırlar. Həqiqətən qəhrəman olsun. Füzuli Zamin həqiqətən qəhrəman bir oğlan idi. Biz hətta burada şahidlər var. O vaxtı Quşçular Malbəylə alınanda bizim Xocalı uşaqları hücum eləmişdi Həsənabada, üzü Xan kəndinə tərəf. Orada bizim bir neçə nəfər yaralanmışdı, şəhidimiz vardı. Onda biz Felmarı yola salanda mən axırıncı dəfə Zamini onda gördüm. Sonra ayrıldıqda bizim, çünki durduğumuz səngərlər bir-birindən çox aralıydı. Amma Zaminin hərəkətlərini eşidirdik. Hara getdi, hardan gəldi, neynədi. O, bax bu gördüyünüz bu kətik meşəsindən həftədə bir dəfə, 2 dəfə Ağdama gəlib qayıdırdı. Yəni o yolları bilirdi, həm də onda ürək vardı. Ürək vardı o yolu gedib gəlməyə. Fakt bilirdi ki, o meşələr erməklə doludur. Çünki elə bu meşələrdən Xocalı Alazan yağışına tutulurdu. Və onda onun nəzirə ağlamağı bəlkə Zahir Gildə orada olubdu, Nazım orada olubdu, Felmar yola salanda vertolyotla. Yəni, Zamin haqqında aylarla danışmaq olar. Çünki o həqiqi milli qəhrəmandır, həqiqi milli qəhrəmandır. O körpəliyindən, bayaq burada qeyd elədilər, o erməni yarasını ilk anasından alır və sonra onlar gəldilər burada, ev tikdilər. Mən bu evə gəlmişəm Zamindən. Haradasa 7-də, 8-də oxuyan vaxtlarımızda gəlmişəm bu evə. O vaxtı lap təzə tikilirdi bu evlər. Biz eşitmişdik Kərim kişinin nəvələri, yəni biraz Figürə müəllimə biraz bilirəm təsirlənir. Yetim uşaqlar belə deyirdilər ki, atasını da, anasını da itirirlər, babaları, nənələr saxlayır onları. Bu, o vaxtı Xocalı cəmaatının gözündə çox böyük bir, uca bir iş idi ki, onu götürüb o uşaqları tərbiyə ediklər və bu günləri Figürə müəllimə öz işlədiyi sahədə çox böyük nailiyyətləri var və hamının ona qarşı çox böyük hörməti var. Və Füzuli kimi bir qəhrəman oğlan yetişdirdilər onlar. Mən şəxsən fəxr edirəm ki, Füzulini tanımışam.
Füzuli bu yolları 2 dəfə gəlib qayıdır, 3-cü dəfə şəhid olub. Və Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən həmişə deyirəm, Xocalının hamısı qəhrəmandır. Xocalının hamısı qəhrəmandır. Qadını da, kişisi də. O yollarda gözümüzün qarşısında olubdur. Qadın qadına kömək eləyir. Bir-birinə kömək eləyir. Gücü çatan kömək eləyir hamıya. Bax, buradan keçən o saylardan çiynimizdə nə qədər qadın uşaq keçirmişik. Yəni, bugün çox şükürlər olsun ki, bu evin qarşısında durmuşuq. Füzulinin özü olmasa da, onun yəni qalan olmasa da onun yerində. Amma bu günləri yenə Füzulinin evinin qarşısındayıq. Çox şükür olsun ki, biz Ali Başkomandanımıza minnətdarlığımızı bildiririk. Bütün şəhidlərimizə, qazilərimizə, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı, veteranlarımıza can sağlığı arz edirəm ki, bizə bu günü yaşatdı. Sağ olun. Dekabr ayının 21'idi ama fevral ayının o qarlı günləri bundan da soyuğuydu. Görürəm, həqiqətən də dayanmaq olmur. Çox istəyərdim ki, reglamentə fikir verək, ən azından 2-3 dəqiqə ilə biz öz fikrimizi bildirək. Bugün burada şəhidimizin atası iştirak edir. Hansı ki 44 günlük müharibədə yenə o necə ki Xocalı övladları, Xocalılar 92-ci illərdə vuruşub döyüşmüşdü və o 44 günlük vətən müharibəsində də Xocalıların da izi və əməyi var. Mən çox istəyərdim ki, Xəqani Nəsirovun atası Kamran dayını öz fikirlərini bildirmək üçün bura dəvət edeyim. Hörmətli tədbir işçiləri, hörmətli mərasim iştirakçıları, bugün mən bir qohum kimi, bizdən elə bir ki, yoldaşıdır o. Onun zanın barəsində danışmaq çoxunuz dediniz, onun mərtliyi, onun o cavan çılğınlığı. Bax, bu gördüyünüz meşədə hələ biz buradaydıq da, köçkün gəldik Xan kəndindən bura. Qoşulurdu bizlə, ta yer qalmırdı, onun qabağını zorla aldı, gedib girirdi kətiyə ki, gedib bir-iki adam öldürün. Yəni, bundan nə qədər danışmaq olar? Çox çılğınıdır, əsl sərkərdə idi, yaşı da çatmırdı. İndi onun qəhrəmanlığından nə qədər danışmaq olar? O qədər danışdınız ki, o yaşda onun vətənpərvərliyi, o yaşda onun dedi ya, çox çılğın olma, çox irəli getmə, özünü gözlə, ancaq ona baxmırdı o. Nə deyim, bu günləri sizlərin hamınızı can sağlığı, şəhidlərimizə rəhmət, bütün xalqımızın Allah canını sağ eləsin. Bu günləri biz o qədər o şəhid oldu, xalqı başını uca elədi. Bugün biz o qədər təsəlli tapırıq ki, yəni şəhid atasıyam. Yəni bu xalqın, dövlətin uğrunda canını veribdir. Allah bütün şəhidlərə rəhmət eləsin, dövlətimizin başını uca eləsin. Hamımız dik gəzin, da fikirləşməyin belə oldu, gələcəyimizi fikirləşək, gənclərimizi böyüdək, uşaqları böyüdək. Deyib, tariximiz nənəm oturur orada. Hələ biz beləcə uşağıdır ki, adlı sanlı nənəmiz oldu, Şərqiyə nənə. Siz sağ olun xalqım, siz sağ olun, başınız sağ olsun. Çox sağ olun ata, Allah şəhidlərimizin, o dəyərli valideynlərinin də canlarını sağ eləsin. Qəhrəmanlar doğulur. O qəhrəmanları bu dünyaya bəxş eləyən analar ki var, o övladlar elə doğulandan qəhrəman kimi doğulur, necə Füzuli kimi. Çünki Füzulinin uşaqlığından, körpəliyindən danışan hər kəs onun necə çılğın uşaq, necə qəhrəman uşaq, necə yardımsevər olduğunu hər kəs bildirirdi. Bugün Füzulinin yenə də o bir yerdə böyüyüb, boya başa çatdığı dostlarından biri Zahir Usubov burada iştirak edir. Çox istərdim ki, siz də bugün Füzulinin işığına toplaşmışıq. Füzuli haqqında öz fikirlərinizi bizim dəyərli dostlara çatdırasınız. Buyurun.
Hörmətli toplantı iştirakçıları, mərasim hamımızın əzizi, canı ciyəri, ürəyimizin yaralı yeri, şəhid Füzuli Rüstəmovun bu il ad gününə, 60 illik yubileyinə yığılmışıq. Siz xoş gəlmişsiniz. Gələn ayaqlarınız var olsun. Allah belə zülümləri, müsibətləri bir də elimizə, obamıza göstərməsin. Bəsdir. Cəhənnəm Qarabağı şəhidlərimiz, qazilərimiz, Ali Baş Komandanımız, Erdoğan abimiz, İmran Xan abimiz, Pakistan, Türkiye, Azərbaycan, şəhidlər, qazilər, el birliyi, vətən birliyi cənnətə çövürdü. Əvvəllər Cəhənnəm Qarabağı idi, indən belə Cənnət Qarabağdır. Cənnət Qarabağ olmağından ötürü nə qədər şəhid verdik, nə qədər qazilərimiz var, nə qədər əzablı, əziyyətli yollar getdik. Onların ən ağır faciəsi Xocalıların, Qaradağlıların, Ağdabanların bu 10 dənə rayona, 5 dənə də Sərhəd rayonuna, 15-20 rayona dəydi. 15-20 rayonun çəkdiyi ağır acını İslam dünyasında bizə Fələstin çəkir. Milyardkarlıq İslam dünyasında bizə Fələstin, bir də Qarabağlar çəkir. Cəhənnəm Qarabağ bugün cənnətdir, ermənisizdir. Kimlərin hesabına? Şəhidlərin hesabına. Kimlərin hesabına? Qazilərin hesabına. Füzuli körpəlikdən məndən Valih qardaşımız, Rafael qardaşımız şahiddir. Bizlə böyümüş Nazım buradadır. Allah verdiği İmam Müəllim buradadır. Bunların gözünün qabağında biz bir böyümüşük. Füzulinin Xocalıda ən çox hörmət elədiyi adam öz qohumlarından başqa, elə biz də öz qohumuyuq. Nənəm Gülaraydı, dədəm Əbülqasım idi. Ən çox məni sayardı, əmoğlu deyərdi. Füzulinin əsl ləqəbi Allahın zamınıydı. Amma 88-dən bəri biz ona Qəmlo deyirdik. Bir anda qəşəng Qəmlonun papağından, görmüşsün də İmam Müəllim. Nazım qardaşımız da görmüşdü. Ləqəbi Qəmloydu. Sandıqlı tiri. O ermənidən ana tərəfindən aldığı yaradan Kamran qardaşımız düz deyir. Gavura düşmən idi. Əsl düşmən idi. Gavuru da özünə düşmən sayırdı. O gavur deyirdi. Füzuli Həsənabad əməliyyatında, Mehtikənd əməliyyatında, Mirzəcan Vaşimkestoy əməliyyatında, bax bizim aeroportun uşaqları rəhmətli Əbülfətgillə, Canangillə, Xalidgillə, Nazimgillə, Qarayev İlhamgillə, Mahirgillə, onlarla bir neçə əməliyyatlara gedib bələdçi kimi. O uşaqlardan qabaq gedib. Bozdağ əməliyyatına, Vaqifgillə, bizlə, Fərhat Məlimgillə, bizlə gedib. Bozdağ əməliyyatına, yalın başına raket atılan yala əskərən erməniləri biz yolu bağlamışdıq güllələməyə. Kəti əməliyyatında iştirak eləyir. Almabağı əməliyyatında iştirak eləyir. Rəhmətli Felmar da çox sayardı. Füzulinin 88 ermənilərə elədiyi zülmə görə hələ Şuşa türməsində çox zülümlər də çəkib. O dövrdə Xocalıları tutdular ki, ermənilər kəndimizə hücum eləyir, biz də qabağını almışıq. Gəldi Füzuli gil kimi 12 nəfərimizi tutdular, apardılar. Bir də 9 ayına qədər də it zülmü verdilər. Olmazın əzabın əziyyətini verdilər Şuşa türməsində. O ikincisidir. Füzuli mənim yanımda vurulub. Füzulinin dəqiq vurulma yerini burada məndən başqa bilən yoxdur. Qarşısında tunelin yanında yalda vuruldu. 2 dəfə keçirdi cəmaatı. Biz yalda 3-4 yalı tutduq. 3-4 yalı İsrailgil, biz Şaladaynoğlu Şakirgil, Muratgil, bir neçə nəfər yalları tutduq, atışdıq. Füzuligildə Naxçıvanıq yolundan cəmaatı keçirdilər. Əllərində avtomat, bir neçə cavan idilər. Qala dərəsindən cavanlar var idi, bizim Qaşqın Xocalıdan cavanlar var idi. Füzuli güllə yarasından öldü. Yiyəsizlikdən öldü. Ağdamada mərmi düşdü. 3 dəfə
Füzuligillə Nazimin atası Mikail dayıgildə bir neçə nəfər bələdçilik elədilər, cəmaatı keçirdilər. Amma Füzuligildə onlar ağsaqqal idi. Hamı keçdi, Füzuligil qaldı. Kömək elədilər. BTR gəldi, BMP gəldi. Biri sağdan bir Uaz düşən yatdı, biri soldan Donquz firmasından PK pulemyotları, birdən Aranzəminin yalından snayperlər, düzü biyaban, işıqlaşıb, dağı düşmüşük, bir-birə dərə-təpə keçmiş, cəmaat donub, hər tərəfdən qırırlar. Bizi kimiləri igidliklə salamat qalmamışıq. Biz yəni Allahın umuduna da kəndimiz üzülməmişdi. Hər 10 nəfərdən biri. Xocalıda İmam övladları ölüb, Məhəmmədlər ölüb, Həsənlər ölüb, Hüseynlər ölüb, Peyğəmbər adında, İmam adında, Əhl-i adında daşıyanlar ölüb, Məhəmməd ümməti ölübdür, Türk əsilli Türk oğlanları ölübdür. Füzuli, dədəsiz, nənəsiz vətənin qəhrəman şəhididir. Allah cəmi şəhidlərimizin, Allah dərgahında 33 yaşında eləsin, 33 yaşında. Onları da Sirat Körpüsündə bizim günahlarımız çoxdur. Sirat Körpüsündən keçəndə o şəhidlərimizin əsasından tutaq keçək. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ordumuzu qorusun, qazilərimizi qorusun. Sizlər də əziyyət çəkib gəlmişsiniz. Allah ocaqlarınıza şad xəbərlər salsın. Füzulinin ruhu bu günlərin boyu şad olsun. Torpağa alınıbdır, qisası yox. Torpağa alınıbdır. Bugün biz Füzuli Rüstəmovun 60 yaşını qeyd etsək də, Füzuli 26 yaşına qədər ömür yaşadı. İnsan hansı yaşda dünyasını dəyişirsə və o yaşda da qalır. Bugün deyərdim ki, elə Füzulinin 26 yaşıdır. O, bir igidin ömrünü, bir qəhrəmanlığı 26 yaşına olan ömrünə sığdırdı. Belə qəhrəmanlarımızdan filmlər çəkilir, kitablar yazılır və o qəhrəmanlarımızdandır ki, Füzuli nə qədər filmlər çəkilsə də, nə qədər onun qəhrəmanlığından yazılsa da, o çox azdır. Bu günlərim bizim tədbirimizdə Füzulinin qəhrəmanlığından bir kitab yazan, həmin kitabın müəllifi burada iştirak edir, Nəzir Məmmədli. Çox istərdim ki, Nəzir müəllim də Füzuli haqqında kitab yazıbdırsa, deməli, o Füzulinin ömrünü, həyatını az da olsa yaşayıb. Və haqqınızdır ki, burada bugün Füzuli Rüstəmov haqqında söz deyəsiniz. Buyurun. Təşəkkür edirəm mənə söz verdiyinizə görə. Nəzir Məmməd Cəvrəbliyəm. Təşəkkür edirəm bu tədbiri təşkil elədiyinizə görə, burada iştirak edənlərə görə, iştirakınıza görə. Füzuli mənim üçün, təbii ki, biz tanış olmamışıq, amma yaşı dolmuşuq. Bu il bizim də 60 yaşımız tamam olub, onun da 60 yaşına yığışmışıq. Füzuli mənim üçün Hüqurən müəllimə ilə olan söhbətimizdən başlayıb, Nazimlə olan söhbətimizdən davam edib, onun yaxın dostu, onu indi də hələ bəlkə 10 il bundan sonra da danışdırsaq, hər dəfə Füzulinin adı gələndə kövrələn Nazim, mənim də qardaşıma çevrilmiş Nazim, Zahirlə, İmanla, Bəhramla, Adilə xanımla, digərlərinlə olan söhbətlərimizdən mən Füzuli haqqında geniş məlumat deyəm. Burada deyirlər ki, Füzuli 2 dəfə qayıdıb, amma Adilə xanım mənə dedi ki, bizi gətirib ötərəndə dedi, 4-cü dəfə qayıdıram. Bilmirəm, neçə dəfə olsun, bütün hallarda bu qəhrəmanlıqdır, bütün hallarda bu igidlikdir. Füzuli elə biləm, o 26 illik ömür ki deyirsiniz, 26 illik ilə sığan o balaca ömründə əslində anasının o arzusun doğrulda gedib. Anası onu Xocalıya zamin demişdirsə, Füzuli bütün Azərbaycan xalqının zamininə çevrildi. Füzuli bütün Azərbaycan xalqının qəhrəmanına çevrildi. Mən gözləyirdim, inşallah buralar yəqin ziyarətgah olacaq, muzey olar, ziyarətgah olar. Buranın dəstə adamlar, bütün Azərbaycandan hər kəsin borcudur ki, övladların şagirdləri, orta məktəb şagirdlərini götürüb,
bura gəlsin. Üzr istəyirəm, bəlkə reglamenti biraz pozuram. Bu eləməni gözlüyordum, bugün de burada məktəb şahidləri olsun, bugün burada tələbələr olsun və biz bu tarixlərimizi unutmayaq. Mustafa Kemal Atatürk'ün bir sözü var, deyir ki, öz milli kimliğini bilmeyen uluslar, yani halklar, milli kimliğini bilmeyen halklar, uluslar başka uluslara yem olurlar. Ona göre biz bunları evlatlarımızın kulaklarında sırğa eləmeliyiz. Sırğa eləmeliyiz ki, onlar bundan sonra bizim başımıza gelenleri unutmasınlar. Barışık da olar, komşuluk da olar, komşuluk prinsipinden yaşamak da olar, devleti kararlar da olar. Ama böyük prinsipler hiç vəziyyətdən çıxmamalıdır. Onu bizim evlatlarımız yaddan çıxartmamalıdır. Ben bir nüansı deyim, bu çok vacibdir. Ona göre məni bağışlayın. Deməli, figürü müəllimə bilir, mən bu kitabı hazırlayan vaxtı koronavirus pandemiyası geldi Azərbaycana. Mən də xəstələndim. Xəstəxanada yattım, 2 ay fasilə verəsi oldum. Yani mümkün olmadı, ümumiyyətlə çox çətin keçirdim, mümkün olmadı. Və bir imkan verdi ki, mən koronavirusdan sağalıb qurtaranda 44 günlük vətən müharibəsi başladı. 44 günlük vətən müharibəsindəki qələbəni fikir versəniz, orada mən sonda əlavə eləmişəm. Füzulinin arzuları gəldi, Füzulinin kitabına düşdü. Allah Füzuliyə rəhmət eləsin. Sağ olun, var olun. Siz də. Çox sağ olun, təşəkkür edirəm Nəzir müəllim bu dəyərli fikirlərinizə görə. Allah sizi kimi yazarlarımıza can sağlığı versin ki, Xocalının, Qarabağın tarixini biz kitablara tökək və o kitablardan da biz gələcək nəsillərə ötürək. Bir gün belə bir sorğu keçirilmişdi, xarici bir təşkilatlardan idi. Və bir çox evlərə zəng vururdular. Əgər o evdə 18 yaşından aşağı uşaq telefonu götürürdüsə, deyirdi, yox, 18 yaşı tamam olan uşağa verin ki, biz müharibə haqqında sorğu atarıq. Və o tədbirdə mən də iştirak etdim. Çıxış etdim, dedim ki, siz niyə müharibəyə böyüklərin gözü ilə tək baxırsınız? Müharibəyə uşaqların gözü ilə də baxın. Mən 12 yaşımdan Xocalıda yaşamışam və o Xocalıda 4 il müharibənin nə olduğunu görmüşəm. Bəli, müharibəyə uşaqların gözü ilə baxaq. Çünki müharibə görmüş uşaqlar o yaşa qədər yaşayırlar. Və bugün o uşaqlardan biri də Mürvət Məmmədovdur. Mən çox istərdim ki, o uşaqlıq həyatına sığdıran, o əzabı, əziyyəti, əsirlik həyatını o uşaqlığına sığdıran Mürvətin burada deməyə, söz deməyə haqqı var. Buyur. Çox sağ olun, minnətdaram. Hər birinizə minnətdarımı bildirirəm ki, bugünkü bu çətin gündə, soyuq havada, hamımız durub, açıq havada rəhmətli qəhrəmanımızın yarımçıq qalan evinin qarşısında keçirdik. Buna görə mən başda qəhrəman şəhidlərimizə minnətdaram. Onların valideynlərinin əllərindən öpəm. Ağsaqqal, sənin simanda bütün şəhidlərimizin atalarının, anaların əlindən ayağından öpürəm ki, Cənab Prezidentimizin, qəhrəman şəhidlərimizin sayəsində bu günlərin biz şəhidimizin öz qapısında tədbirini keçirdirik, 60 iliyini keçirdik. Füqran müəllim, Səkinə nənə, sizə bir xüsusi təşəkkürümü edirəm ki, hər zaman şəhidimizin anım günlərini qeyd eləmişsiniz. Azərbaycanımızın hər güşəsində bu tədbirləri həmişə keçirdik. Bu günlərin bizim bəxtimizə burada öz qapısında bu tədbiri keçirmək də var imiş. Buna görə mən də çox danışıq yormaq istəmirəm. Qəhrəmanımızın döyüş yolu haqqında məndən böyük qardaşlarımız, dostlarımız danışdı. Allah Taala bütün qəhrəman şəhidlərimizə hamısına rəhmət eləsin, məkanları cənnətdir inşallah. Allah dövlətimizi, ordumuzu müzəffər eləsin. İnşallah bu gündən sonra gələcək nəslimizə biz yaşadığımızı yaşatmasın. Çox sağ olun, hər birinizə minnətdarlığımı bildirəm. Var olasınız, sağ olun. Sağ olun. Bugün tədbirimizdə ürəyi dolu olan çox insanlar var. Hər kəs çıxış eləmək istəyir. Mən çox istərdim ki, ailənin, Füzulinin qohumlarından Vəliyev Pənah müəllim iştirak edir. O da öz fikirlərini qısa da olsa bizə bildirsin. Çox sağ olun, əziz cəmaatımız, hörmətli elimiz. Minnətdaram sizin bugünkü bu toplantıya zəhmət çəkib gəldiyinizə görə Azərbaycanın bütün
baxanda məclis xırda olmağına baxmayaraq, amma Azərbaycanın hər tərəfindən burada insanlarımız çıxış edir. Bugün Füzulinin 60 yaşı tamam olur. Mən bunun həm uşaqlığını, həm gəncliyini görmüşdüm. Bunu bir tərəfli də danışmaq mən istəmirəm. Bunun hər iki tərəfi mənimdir. Atası mənim dayımdır, anası xalam düşür. Amma atası Azərbaycanın xəritəsini bəlkə də o özü əli ilə çizmişdi. O qədər cəsur, o qədər qoçaq bir insan idi ki, həddindən artıq Azərbaycanın hər tərəfini tanıyırdı. Füzuli hər tərəfli. Bugün mən Bakıdan gələndə o tay ki, bax, o Şellidən üzü verib bu Qaraqaya istiqamətindən üzür istəyirəm ağsaqqallardan, ağırçəklərdən mən heç uşaq ad çəkməmişdim, amma öz oğluma dedim ki, bax, o Xocalı əhalisinə o tayla üzü belə ermənilər divan tuturdu. O da Rusların köməyi ilə olubdu. Mən də qısa danışacağım. Biraz mən məclisdə zətdə çox olmuşam. Allah rəhmət eləsin. Qəmkeş Allah verdi. Xocalı haqqında bir misra yazır ki, tarixlərdə görünməmiş talan oldu Xocalıda. Necə ağır müsibətlər yaman oldu Xocalıda. Tarix susub, heç kim dinmir. Kim eylədi? Heç kim dinmir. Aşkar satılır bir bəyan oldu Xocalıda. Bu ürəyi iki yerdən, iki xəncər indi birdən. Bizimkilər ermənidən yaman oldu Xocalıda. Təklərin Türkün soyu, bir yana çatmayıb boyu. Bax, bulanıb bu qarqarın suyu selqan axdı Xocalıda. Həmkeş haqqın danılmasın, yaman günə salınmasın. Qarabağın alınması asan oldu Xocalıda. Niyə asan oldu? Xocalı veriləndən sonra bütün Azərbaycanın torpaqları, o gözəl dilbər köşələri hamısı məhv oldu erməni düşmənləri altında, erməni tapdaqları altında qaldı. Nələr itirdik? Nə qədər itirdik? İtirdiklərimizi biz geri qaytara bilmərik. Hamının sinəsi, ürəyi doludur. Ancaq mən onu demək istəyirəm ki, heç bir dünyada sığmayan ağır bir işgəncələr Xocalı gördü. Mənim babalarım Dərəl-Əzin Güney Bəngindən 18-ci ildə üzübəri gəlib. Mən babam Kərimə sual verirdim ki, nə oldu bu 6 qardaş hərəsi bir diyarda qaldı. Bir ahəstə at çəkdi, dedi, eyvallah, bilmirsən. Amma mən indi başa düşürəm bu texnika ilə, bu sivil ölkə ilə biz qonşu-qonşunu, qardaş-qardaşı tapa bilmədiyinə görə həmin dövrlərdə gör nələr olubdur. Çox sağ olun, hər birimizin qarşısında baş əv minnətdarlıq eləyirəm. Yəni onun ata tərəfi də, ana tərəfi də həmişə qoçaq olubdur. Füzuli Kobudda gəlsə deyəcəm, oğurluq şəklində Eldar kişinin atını buradan gecə pərdən çıxardır, minir, gedir Ağdamdan silah götürür gəlir. Dəfələrlə olubdur bu. Çox sağ olun, öz minnətdarımı sizə bildirirəm. Sağ olun, hamısı da çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm dəyərli fikirlərinizə görə. Bəli, mən bir gün Bakıda Füzuli Rüstəmovun anım günü ilə bağlı bir tədbir keçirdirdik. Orada millət vəkilimiz Elman Məmmədov iştirak edirdi və Xocalının o zamanki şəhər sovetinin sədri idi. Elman Məmmədov dedi ki, mən kimisə axtarırdım ki, Xocaldan geçsin, bizə silah sursat gətirsin. Hər dəfəsində Füzuli özünü, sinəsini qabağa verirdi. Deyirdi ki, mən getməliyəm. Ay bala, deyirdim ki, yox, sənin atan yox, anan yox. Deyirdi ki, çox xahiş edirəm, mən yolları çox gözəl bilirəm. Mən gedib o silah sursatı gətirəcəm. Bəli, Füzuli haqqında burada nə qədər də söz desək azdır. Bugün burada deyirsiniz balaca bir məclis. Yox, məclisimiz balaca ola bilər. Amma burada çox böyük ürəyi olan insanlar iştirak edir. Və hər birinizə bu soyuq havada biz sanki burada elə Xocalı soyqırımını yaşayırıq. Mən hər dəfə o canıma üşütmə gəldikcə o dağlara baxıram, deyirəm, bəs o insanlar necə bu dağları aşa bilir? Ona görə də bugün, bu vaxtda, bu qışın soyuğunda burada olduğunuza görə var olasınız. Hər birimizdə şair Şükür Müseyib bəyli də iştirak edir. Müseyib oğlu, çox istəyərdim ki, o da öz fikirlərini, Füzuli haqqında xatirələri varsa onu bizlərlə bölüşərdi. Açılma baş əyirəm, ay Füzuli. Əziz Xocalılar, oradan burada bugün danışmaq çox çətindir, həm də şərəflidir. Bugün bu qan yaddaşında olan Xocalı torpağında mən sizin hamınızı xoş gördüm. Gözümüz aydın olsun. Bir gözümüz ağlasa da bir gözümüz yolur. Şəhidlərimizin ruhu şaddır. Bununla biz fəxr eləməliyik. Biz sevinməliyik. Biz
irəli getməliyik. Körpələrimiz böyüdün. Xocalıda inkişaf edəcək. Xocalı ağsaqqallarımız nəsihət aparsın. Bu qəhrəmanları heç ara unutmayaq. Bir daha gözünüz aydın. Bir gözüm mənim ağlayır, bir gözüm görür. Eləcə də siz hamınız. Bilsin nəfər, Yusuf müəllim danışır, görüm köyrəli. Yusuf müəllim, o danışanlar. Mən sizin göz yaşınızda şərikəm. Mən də siz keçir, hissləri keçirəm. Azdan çoxdan bir yazan adam kimi, bir yaradıcı adam kimi, bilirsən, belə duyğun insanlar o hissləri keçirir. O demək deyir ki, şu an Xocalının arası 15 kilometre oldu. Mən də o hissləri keçirəm, sizin dərdinizdə şərikəm. Səkinə ana, Füqara bacı, mən sizə deyirəm, sizin dərdinizdə şərikəm, amma sevinin. Sizin övladınızın ruhu duyursa, aç göydədir, başımız üstədir, o sevinir. Onun şaddır, hamısı üçün ruhu şaddır. Bütün şəhidlərimizin ruhu şad olsun. Mən çox danışaram, amma öz fikirlərimi yazmışam. Onun Xocalı haqqında poema yazmışam. Yəqin ki, burada poemanı bütün danışmaq olmaz. Bir 7-8 bəndə seçiləcək. Bir daha deyirəm, ay Xocalılar, sizin dərdinizə şərikəm və bugünkü gününüz mübarək olsun. Bugünkü günümüzdə yaşadanları biz unutmamalıyıq. Şəhidlərimizin, bütün şəhidlərimizin fərqi yoxdur. Birinci Qarabağ müharibəsi, ikinci Qarabağ müharibəsi. Hamısı şəhiddir. Torpaq uğrunda şəhid oldular. Onların hamısı ruhu şad olsun. Qazilərimizin ağrısına şərikəm. Veteranlarımız Göyləqanının peyda gəlişdən şuraya qədər. Onu unutmaq olmaz. Veteranların əziyyətini unutmaq olmaz. Sıravi əskərdən Ali Baş Komandana qədər. Hamısının Allah qorusun, şəhidlərimizin ruhu şad olsun. Ali Baş Komandanımız elə bir əsər yazıb ki, o əsəri heç kim unutmamalıdır. Gələcək nəsilləri oxumalıyıq. Bir də şəhidlərimizi unutmamalıyıq. Bir iki əsas bunları unutmamalıyıq. İndi mən bir daha deyirəm, mən Xocalı haqqında yazdığım poemadan bir neçədən oxuyacağım sizə. Yəni o duyğular, hisslər hamısı gözünün qabağında az da olsa canlanacaqdır. Qanlı Xocalı haray, o gecə qan yudu çölü çəməni, o gecə qan öpdü yerin üzünü. Nalələr titrətdi dağı dərəni, qələmin qan deyib yazdı sözünü. Dişini qıcadı vəhşi qut kimi, cəsədin üstə qalardı. Xisləti tamağı biradət kimi, qanına susayıb qanın yaladı. Türk xalqına qalxan qılınc, Xocalının başını kəsdi. Qan içdilər ovuc ovuc, kafir qana çox hərisdi. Dinlə məni deyim sənə, Xocalıda nələr qalır? Diqqət elə hər kəlmənə, bağlanmamış gözlər qalır. Bir açmamış körpələrin dilində ilk sözü qalır. Şahiddin tək, sayalı tək, anaların közü qalır. Əllərinin, dizlərinin cığırlarda izi qalır. Donmuş yalın ayaqların qanı hopmuş buzu qalır. Gecə gündüz zəhmət çəkən, gecə gündüz zəhmət çəkən, qabar tutmuş əli qalır. Halal tikə, halal ocaq, torpağında təri qalır. Anaların hər yanı, həkk olub dara daşa, şəhidlərin son nəfəsi bizi çağırır savaşa. Səkkiz ailə, biri yoxdur. Bu köksünü dayan yoxdur. İnsanlığın izihanı, insan bu cür tökər qanı, insan olar belə zalım, istədim ki xəbər alın. Heç tapmadım bir nəfəri, necə çəkin bu kədəri? Qorxu nədir bilmədilər, həm əlifi, füzulisi, vətən adlı siyahıda qəhrəmanlıq salnaməsi. Gizli yol keçərək, hər an ölüm yaşadı o. Ölümün gözün biçərək, silah susat taşıdı o. Ay Füzuli, bir an dayan, necə oldun sən qəhrəman? Qardaş, bilmir yuxu nədir, gecə gündüz səngərdədir. Yox atası, yox anası, bir bacının qardaşıdır, başlarının tək tacıdır. Ümidum var bax o günə, qalmayacaq Erməniyə, kədər yüklü bu körpələr Xocalıya dönəcəklər. Xocalıda axan qanın
qisasını almalıyıq. Hər şəhidin öz adına yeni küçə salmalıyıq. Bu günə çox şükür günlər olur. Çox sağ olun, təşəkkür edirəm. Mən hər zaman belə bir söz deyirəm. Oğul dünyaya gəlir ev üçün, ailə üçün və vətən üçün. Oğul şəhid olanda göylərə ucalır, şəhidlər ölmür. Amma deyirəm ki, oğul şəhid olduğu gün analar ölür. Bəli, o analar ki, o şəhidin yükünü daşıyır. O analar ki, o şəhidin ağrısını, acısını, əzabını daşıyır. Amma Füzuli Rüstəmovun bu acını daşıyacaq anası yox idi. Onun ana əvəzi olan xalası var idi. Onun ana əvəzi olan Fiqurə xanım kimi bir bacısı var idi. Bu 34 ildə Fiqurə xanım bu ağır yükü, bu ağır dərdi o çiyinlərində necə daşıyıb, necə gətirib. Mən hər şəhidlərimizin anası, şəhidlərimizin doğmaları bizim baş tacımızdır. Amma bəzən elə bir şəhid ailəsi elə bir hərəkət edir ki, insan necə deyim, gözündən düşür. Amma Fiqurə xanım isməti ilə, şərəfi ilə, ləyaqəti ilə o şəhidin adını hər zaman uca tutub. Çox xahiş edərdim ki, tədbirimizi yekunlaşdırırıq. Fiqurə xanım da gəlib burada həm gələn qonaqlarına, həm bu ocağa, bu ziyarətgaha öz sözlərini bu şəhidlərin ruhları qarşısında deyərdi. Mən özüm yazıcı qızıyam, şair qızıyam. Yol gələ-gələ məni bura dəvət edəndə dedilər ki, bu tədbiri sən aparmağa. Çox canla başla gəldim və gələn zaman belə bir misra yazdım. Ey vətənin igid oğlu, cəsur oğlu, mərd oğlu, sən şərəflə yaşadın. Şəhadətə ucalıb oldun elin qəhrəman oğlu, qəhrəman oğlu. Ata-ana görməyən, bir nişan toy etməyən, oğul uşaq səsləməyən, Xocalının ər oğlu, igid qəhrəman oğlu, sənin bugünkü doğum günün mübarək olsun. Hörmətli tədbir iştirakçıları, əziz Xocalılar, bugün bu məkanda hər birimizə söz verilir, danışmaq bizim üçün çətindir, amma çətin olduğu qədər də şərəfli və qürur vericidir. Həqiqətən, mən də Xocalı faciəsi zamanı bütün ailə üzvlərimlə birlikdə həmin faciənin iştirakçısı olmuşuq. Mənim 14 yaşım var idi. Biz gecə radələrində artıq bilirdik ki, Xocalı işğal olunacaqdır. Kətil meşəsinə üz tutmuşduq. Xocalı din sakinlərlə bir yerdə. Uşaq idim, amma xatırladım ki, orada deyiləndə ki, bu dəstənin başında zamin dayanıbdır, zamin aparacaqdır sizləri. O qədər sevinirdik ki, hələ uşaq dövrümdə o mənim gözümdə bir igid qəhrəman idi. Biz düşünürdük ki, həqiqətən bizim dəstəyə başçılıq edən zamindirsə, hər bir kəs sağ-salamat Ağdam torpağına çatacaqdır. Gecə bütün ailə üzvlərimizlə, Xocalı cəmaatı ilə birlikdə onunla yol yoldaşı olduq. Hətta Allah cəmi ölənlərimizə rəhmət eləsin, rəhmətli atam bizə deyirdi ki, geriyə qalmayın, hərbiçilərin arxasınca gedin. Onlara nəsə olsa qoy, bizə də olsun, olmasa da hamımız sağ-salamat gedərik. Zamin demək olar ki, Kətil meşəsinin qutaracağında köhnə Naxçıvanik deyilən bir yolda artıq cəmaata dedi ki, buradan belə de görünür, Şelli kəndidir. Artıq siz özünüzü Ağdamda hiss edə bilərsiniz. Mən geri qayıtmalıyam, yerdə qalan din sakinlərimizi təkrarən eyni qaydada gətirib ötürməliyəm. Sonradan eşitdik ki, həqiqətən 3 dəfə mənim kimi yüzlərlə insanın həyatı naminə öz canından keçməyə hazır olmuşdur. Allah ona qən-qən rəhmət eləsin. Bu günlərim elə mən 14 yaşında uşaqkən onu bir igid qəhrəman bilirdim.
Sonradan çox sevindirici oldu ki, həqiqi bir qəhrəmana elə qəhrəman adı verildi. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il 553 saylı fərmanı ilə Rüstəmov Füzuli Salahoğluna milli qəhrəman adı verilmişdir. Bu adı həmin illərdə də eşidəndə həqiqətən mənim üçün çox sevindirici oldu ki, hələ uşaq dövründən onu qəhrəman kimi qiymətləndirən, gözümüzdə qəhrəman kimi görənə öz adına layiq görüldü. Allah rəhmət eləsin Fiqura müəllimə. Allah sizə səbir versin. Yaşasaydı bu günlərim 60 yaşı olacaqdı. Allah o dünyasını versin. Allah Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canını fəda vermiş bütün şəhidlərimizə rəhmət eləsin. Çok sağ olun Xəyam müəllim. Hər birinizi burada atasının, anasının yarımçıq qalmış talihinin, var olan Zami'nin yarımçıq qalmış arzularını, tikdiyi evdə arzular qurduğu evin qarşısında görməyə çox şadam, ağır olsa da nə qədər. Bugün mənim qardaşım qəhrəman kimi anılır, qəhrəman kimi Xocalıları bu meşədən çıxardı. Bizim bugün bura gəlməyimizə, bütün şəhidlərimizə borçluyuq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza Allah can sağlığı versin. Ancaq Zamin bu evi tikəndə arzu qururdu ürəyimdə. Mən burada ailə quracam, həyat yoldaşı gətirəcəm, övladlarım olacaq, atamın adını yaşatacam. Ancaq onun özünə də qismət olmadı ki, özünün bir övladı olsun, o övlad onun adını yaşatsın. Və bugün burada meşədə keçirdiyi adamların az görəndə pis oluram, danışa da bilmirəm. Və məmurum biri mənə deyir ki, o bizim balamızdır, əzizimizdir. İnsan balasının üstünə 34 ildə getməzmi bir dəfə? Şəhidlərə yalandan kimlərsə vədlər verir ki, balamızdır, qardaşımızdır. Yox, qardaşı olan məni kimi ürəyi yanar. Balası olan heç olmazsa ildə bir dəfə yad edirlər. Yarımçıq qalmış, nə bilim, haqqını bizə helal eləyəcək, eləməyəcək, ruhu bizə duacı olacaq, yoxsa yox, kimlərəsə ki, Allah sizə ömür versin, mən gəzdiyim torpaqlarda gəzirsiniz deyəcək, deməyəcək. Mən bugün burada bu çay süfrəsini böyük eləyə bilərdim, ancaq bilmədim nə qədər adam olar, biraz şəraitsiz oldu. Bir mənim qardaşımın ruhu şad olsun, ruhu məndən inciməsin. Mən ona heç eləyə bilmirəm, təskiniyi bundan tapıram. Hər birinizə, gələnlərə, özümü Allah'tan can sağlığı arzulayıram. Yeni 44 günlük şəhid atası Kamran'a və 92'də şəhid olanların bacısına, qızına, 44 günlük müharibədə mənim iş yoldaşım Könül xanımın həyat yoldaşı da 44 günlük müharibədə şəhid olub, o da bugün gəlib övladı gül qoydu. Allah onların da şəhidlərinə rəhmət eləsin, hər birinizin qarşısında baş əyirəm. Mən Zaminin bu həyatı belə açdıranda Ali Mustafayevin sözü yadıma düşdü. Dəli bir ağlamaq keçir könlümü. Sağ olsun buranı açan, təmizləyən oğlanlara. Onlar traktorla işləyəndə mən təkcə dəli bir ağlamağı elədim. İndi sizi köyrətmək istəmirəm. Allah hər birinizə can sağlığı versin. Allah sizin üstünüzcən olsun və Bakıdan gələn dostu 34-35 ildən sonra bizi axtarıb, tapıb, bu gün təklif buyurub bura günlər gətirib. Allah ona da can sağlığı versin. Hamınızın qapısında xeyir iş olsun. Mən gəlim xeyir işə. Hər birinizə yenə təşəkkür edirəm, qarşınızda baş əyirəm.
Heç birinizin yaxşılığınızı unutmaram bugünkü gündə. Sağ olun. Çox sağ ol Fiqurə müəllimə. Həqiqətən də çox ağırdı. Çox ağırdı. Amma mən deyərdim ki, 34 ildə zaminlə bağlı çox tədbirlər keçirildi. Bəlkə də zaminin ruhu bu günlərim daha da şaddır. Bəlkə də zaminin ruhu başımızın üzərindədir ki, onun ən böyük möhtəşəm salonlarda keçirilən tədbirləri bəlkə də onun üçün xoş değildi. Çünki Xocalı erməni tapdağındaydı. Bu günlərim artıq bizim Qarabağımız, bizim Xocalımız, Füzulimiz, Zəngilanımız, necə deyim, bəlkə də bu yaxın günlərdə bizim hardasa 100 il bundan qabaq işğal altında olan Zəngəzurumuz da işğaldan azad olunacaq. Bugün bu torpaqları, bu azadlığı bizlərə yaşadan şəhidlərimiz, qazilərimiz, bu azadlığı bizlərə yaşadan Ali Baş Komandanımızın siyasi zəkası və əməyi olan bütün Azərbaycan xalqı deyirəm, var olsun. Bəli, bu günlərim şəhidlərimizin ruhu şaddır. Ruhunuz, məqamınız daha da uca olsun. Ey dağlardan bizə baxan şəhidlər, ey bugün bizim başımızın üzərində olan şəhidlər, bəlkə də bugünə qədər siz heç vaxt bu qədər şad olmamışdınız. Bu günlərin, bu torpaqların azadlığı sizin ruhlarınızın da azadlığıdır. Çünki nə qədər ki Qarabağımız zincirdəydi, mən bilirdim ki, düşünürdüm ki sizin ruhlarınız da zincirdədir. Bugün o azad olan ruhlarınızın qarşısında, bu Xocalı torpağında, Qarabağ torpağında hər birinizlə bərabər baş əyirik. Məqamınız uca olsun. Allah bir daha Xocalıya, Qarabağa belə ağır günlər nəsib eləməsin. Xocalı çox ağır itkilər verib. Bir əsrdə 3 dəfə yandırılmaq bu torpağın necə bir müqəddəsliyidir. Allah bir daha Xocalımıza, Xocalılarımıza, Qarabağımıza, Azərbaycanımıza hiç gün göstərməsin. Qara bulutlar ömürlük torpağımızın üzərindən götürülsün. Çox sağ olun, təşəkkür edirəm. Diqqətinizə görə minnətdarım. Allah'tan can sağlığı dileyirik. Apardığı daxili, xarici siyasətləri yürütməyinə biz hamımız onun qarşısında borçluyuq ki, bugün biz Xocaldayıq, vətənimizdəyik. Və bugün mən Ali Baş Komandanla da, Heydər Əliyev Fondundan da istədiyim bir arzum var ki, bu qardaşımın yarımçıq qalan, talihinin yarımçıq qalan evini ev muzeyi eləməsində sərəncamla qərarımı qəbul eləyə, müraciətimizi qəbul eləyə və bura ev muzeyi olan. Onun özündən sonra heç nəyi qalmayıqdır. Çox sağ olun. Ölenlerinin ruhuna Allahümme salli ala Muhammed ve ali Muhammed. Bir salavatçı çeliğe Xocalı sakinlerinin dünyadan gelenlerinin ruhuna Allahümme salli ala Muhammed ve ali Muhammed. Bir salavatçı çeliğe Azerbaycan toprağında açılmış cemi şehitlerimizin ruhuna Allahümme salli ala Muhammed ve ali Muhammed. Bir salavatçı çeliğe milli kahramanımız şehit Rüstem Hafizuli Salahoğlu'nun ruhuna Allahümme salli ala Muhammed ve ali Muhammed. Səfərdəyəm Şəhid olsam ağlamayım Çünki yüksək zirvədəyəm Düşmənimi əzərəm mən Canıma qəsd edərəm mən Vətənimin torpağını öpərəm mən Bu məktubu yazdım
səngərlər o tozlu vərəqlərinə bu məktubu yazdım sənə ağlamadan oxu yenə şahid olub bu səngərlər o tozlu vərəqlərinə Mən bir igid əsgərəm Uzaqdayam, səfərdəyəm Şəhid olsam ağlamayın Çünki yüksək zirvədəyəm Bugün vətənimin qürur gündür, daha göz yaşını Sılay Xocalı. Bugün vətənimin məğrur gündür, qısasın alındı Bilay Xocalı. Mərd oğullarımız dastan yazdılar, düşmənin alnına damğa basdılar. Üstəngli bayrağı göydən asdılar, sən artıq azasan Gülay Xocalı. Müzəffər ordumuz dadına yetdi, düşməni bir gündə tarmar etdi. İllərin həsrəti sonunda bitdi, çoxdan gözləyirdik Gülay Xocalı. İllərdir yol çəkir gözlərin sənin, sənin yaraların dərindir dərin. Ruhları şad olsun qoy şəhidlərin, gözümüz sel oldu Silay Xocalı. İllər ayrı saldı öz vətənindən, soyqırım görmüsən düşmənlərindən, bir daha heç zaman baş üzərindən, əsməsin o qara Gilay Xocalı. Yaylığa qurban olum, arana qurban olum, Füzuli, soyumuş bədəninə, yarana qurban olum. Sürməni yana qoydum, biraz o yana qoydum. Balama toy edirəm, əlimə xına qoydum. Varlığım, qanım yandı, yandı hər yanım yandı. Vay xəbərin gələndə, alışdı canım yandı. Saç darayıb hörmərəm, gül becərib dərmərəm. Bu yollara baxmayın, baxsam səni görürəm. Dağ başını qaralar, duman alar, qaralar. Yollarına baxmaqdan gözüm kökü saralar. El getdi, binə qaldı, Məhəmməd dinə qaldı. Bir də səni görməyim, qiyamət günə qaldı. Valla axşamınız xeyir. Əziz Hüsənli, Tərtər rayonunun Hüsənli, kənd tam orta məktəbinin şagirdləri, müəllim kollektivi, kənd cəmaatı. Hər vaxtı sizin qarşınızda mən baş əyirəm. Bir ildə 3 dəfə də, 4 dəfə də olsa, 5 dəfə də olsa, öz ölümümüzü də ziyarət eləməyə gələndə mənim qardaşımı milli qəhrəman şəhid olduğu üçün siz hər dəfə anırsınız. Hər birinizə dərin-dərin təşəkkürümü bildirirəm. Gələn ayaqlarınız var olsun, əziz şagirdlərimiz. Hamınıza vətənpərvərlik arzuluyuram. Həmişə şəhidlərimizi anmağı arzuluyuram. Biz gedirik, estafeti veririk sizlərə. Unutmayın, şəhid unuduldusa, vətən unuduldu, ana unuduldu. Arzum odur, Allah bu gündən belə heç vaxtı qara buludlar əsməsin Azərbaycanın üstündə. Azərbaycan xalqına şəhid gəlməsin. Hamının evində firavanlıq olsun, şadlıq olsun. Mən də sizin hər birinizin qapısına xeyir işə gəlim. Qalan insanlar, istər qohum, istər yad, hamınızın qapısında xeyir işlər olsun ki, bugün mənim qardaşımın 60 yaşı olduğu üçün, yaşasaydı 60 yaşı olduğu üçün bugün siz bura dəyərli vaxtınızı qoyub gəlmişsiniz, bizimlə bölüşürsünüz. Bir daha təşəkkür edirəm, çox sağ olun. Soyuqdur,